Salam, hər vaxtınız xeyir olsun, əziz kanal izləyiciləri və əziz abituriyentlər. Yeni Riyaziyyat 2025 test toplusundan izahlarımız davam edir. Bugünkü mövzumuz y bərabərdir sinus x və y bərabərdir kosinus x funksiyaları və onların xassələri olacaq. İzaha keçməzdən əvvəl sizə bir məlumatı çatdırım ki, onlayn hazırlıqlarımıza qoşulmaq istəsəz, aşağıda qeyd etdiyimiz nömrə ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz. İndi isə vaxt itirmədən baxaq sualların izahına. Deməli, başlayaq birinci sualdan. Birinci sualda uşaqlar bizə y bərabərdir kosinus kvadratı 2x funksiyası verilib və bu funksiyanın əsas dövrünü tapın deyir. Ümumiyyətlə uşaqlar kosinus x funksiyası və sinus x funksiyasının ən kiçik müsbət dövrünü tapmaq qaydasını sizə deyəcəm. Arqumentin nə olmasından asılı olmayaraq, əgər kosinusun qüvvəti cüt ədəddirsə, eyni ilə sinusun qüvvəti cüt ədəddirsə, onda bunların ən kiçik müsbət dövrü, yəni əsas dövrü bilir ki, t hərfi ilə işarə olunur. T bərabər olur pi bölünsün modulda k. Burada k arqumentdə x dəyişəninin qarşısında duran ədəddir. İndi olacaq pi bölünsün. Burada görürəm ki, arqumentdə x-in qabağına duran ədədimiz 2 olduğuna görə, deməli, bu funksiyanın ən kiçik müsbət dövrü nə olacaq? Pi bölünsün 2. Eyni ilə sinusda da belədir. Yəni, sinusda arqumentin nə olmasından asılı olmayaraq, əgər sinusun, kosinusun qüvvəti cüt ədədlərdirsə, onda həmin funksiyaların ən kiçik müsbət dövrləri pi bölünsün modulda k ifadəsi ilə təyin olunur. İndi isə baxaq növbəti ikinci suala. İkinci sualda bizə y bərabərdir 4 çıxılsın 2 sinus x funksiyası verilib və bu funksiyanın qiymətlər çoxluğunu tapmaq tələb olunur. Deməli, funksiyamızı yazsaq y bərabərdir 4 çıxılsın 2 sinus x funksiyasıdır. Bizdən bu funksiyanın qiymətlər çoxluğunu, yəni y istəyir. Sinus x funksiyasının qiymətlər çoxluğu bilirik ki, mənfi 1-1 aralığındadır. Bir dəfə burada sinus x funksiyasının yerinə 1 qoyacaqsınız, bir dəfə də mənfi 1 qoyacaqsınız. Onda olacaq qiymətlər çoxluğu 1 qoyanda 4 çıxılsın 2, mənfi 1 qoyanda isə 4 üzərinə gəl 2 olur 6. Deməli, bizim bu funksiyanın qiymətlər çoxluğu nə oldu? 2, 6. Doğru cavab olur burada A variantı. Növbəti üçüncü suala baxaq. Deməli, üçüncü sualda bizə belə bir funksiya verilib yenə. Y bərabərdir 1 çıxılsın 2 kosinus kvadratı 5x funksiyası. Bunun əsas dövrünü tapın deyir. Uşaqlar, burada yenə bizim baxacağımız hissə, baxın, 2 kosinus kvadratı 5x-dir. Bu hissəyə baxacağıq. Burada da deməli, kosinusun qüvvəti cüt ədəd olduğuna görə bunun ən kiçik müsbət dövrü, yəni t-si bərabər olacaq pi bölünsün modulda k. Bu da bərabər olacaq pi bölünsün. Burada k-nın yerinə duran ədədimiz də 5 olduğuna görə, deməli, ən kiçik müsbət dövr, əsas dövr olur pi bölünsün 5. Üçüncü sualda da doğru cavabımız A variantı olur. Növbəti dördüncü suala baxaq. Dördüncü sualda yenə bizə y funksiyası verilib və bu funksiyanın əsas dövrünü tapmaq tələb olunur. Əvvəlcə yazaq buradan y bərabərdir kosinus kvadratı 3x çıxılsın sinus kvadratı 3x funksiyası verilib və bizdən bunun əsas dövrünü tapmaq tələb olunur. Burada uşaqlar, bu açılış, yəni bilirik ki, kosinus 2 alfanın açılışıdır. Yəni kosinus kvadratı 3x çıxılsın sinus kvadratı 3x isə, deməli bu bizə kosinus 6x verir. Və kosinus 6x-in əsas dövrünü tapmaq istəsəz, buradan t bərabər olacaq. Kosinusun qüvvəti tək ədəd olanda isə artıq 2 pi bölünsün modulda k ifadəsi ilə təyin olunur. Bu da bərabər olacaq 2 pi bölünsün, k-mız 6-dır, 2 pi bölünsün 6. Sürətini və məxrəcini 2 əksər aparsaq, cavab olacaq pi bölünsün 3. Dördüncü sualda doğru cavab E variantı olacaq. Növbəti 5-ci suala baxsaq, burada deyir ki, B-nin hansı qiymətlərində 3 pi bölünsün 2, 2 pi parçasında sinus x bərabərdir 0,5 üzərinə gəlinsin B bərabərliyi doğru olar. Əvvəlcə gəlin uşaqlar, bu parçanın sərhədlərindəki sinusun qiymətlərini müəyyənləşdirək. Yəni sinus 3 pi bölünsün 2-də və bir də sinus 2 pi-də aldığı qiymətlərə baxaq. 3 pi bölünsün 2 bilirik ki, 270 dərəcədir və 270 dərəcədə sinus mənfi 1-ə bərabər olur. 2 pi isə 360 dərəcədir, 360 dərəcədə 0 olur. Ona görə də bir dəfə mən 0,5 üzərinə gəlinsin B-ni mənfi 1-ə bərabərləşdirəcəm. Bir dəfə də 0,5 üzərinə gəlinsin B-ni 0-a bərabərləşdirəcəm. Birinci halda B-miz bərabər olur mənfi 1,5. Deməli, bizim sərhəddəki uc nöqtələrimiz olacaq mənfi 1,5-dən
neçəyə kimi? Mənfi 0,5-ə kimi və hər ikisi bu parçaya daxil olacaq. Doğru cavab mənfi 1,5, mənfi 0,5 parçası B variantı. 6-cı sual da oxşar sualdır. Bunda özünüz yazacaqsınız. Bu dəfə kosinusun həmin uz nöqtələrindəki qiymətlərini tapacaqsınız. 7-ci suala baxaq. Sinus 3x plus 5 funksiyasının əsas dövrünü tapın deyir. Uşaqlar, deməli burada da yenə sinus funksiyası da kosinus funksiyası içində eynidir. Əgər sinusun, kosinusun qüvvəti tək ədədlərdirsə, onda onun əsas dövrü, yəni t-si bərabər olur 2pi bölünsün modulda k-ya. İndi burada olacaq 2pi bölünsün, k-mız 3'dür, 2pi bölünsün 3 olacaq. 7-ci sualda doğru cavab olur A variantı. 7-də doğru cavab A variantı olur. Növbəti 8-ci suala baxaq. 8-ci sualda da bizə yenə y bərabərdir 5 sinus 4x funksiyası verilib və bunun əsas dövrünü tapmalıyıq. Yenə də t bərabər olacaq nəyə? 2pi bölünsün 4-ə. Yəni sürətini və məxrəcini 2-yə xısar aparsaq, pi bölünsün 2 olacaq. 8-də də doğru cavab olur D variantı. Növbəti 9-cu sualda uşaqlar oxşar sualdır. Bunda özünüz yazarsınız. Biz isə baxaq 10-cu suala. 10-cu sualda bizə belə bir y funksiyası verilib. 3 dənə sinus kvadratı x üzərinə gəlinsin 2. Bizdən bunun qiymətlər çoxluğunu, yəni y istəyir. Uşaqlar, y tapmaq üçün sinus kvadratı x funksiyası olduğuna görə sinus kvadratı x funksiyasını yenə bir dəfə 0 qoyacaqsınız, bir dəfə də 1 qoyacaqsınız. Olacaq, deməli, qiymətlər çoxluğu 3 vur 0 üzərinə gəlinsin 2. Üzərinə gəlinsin 2. Və bir də 1 qoyarıq yerinə 3 vur 1 üzərinə gəlinsin 2. Bu parça olacaq. Bərabər olur. Hansı parçaya düşür? Bu 2, 5 parçasını. Deməli, bizim bu funksiyanın qiymətlər çoxluğu nə olur? 2, 5. 10-cu sualda doğru cavab D variantı olur. 11-ci sualda da uşaqlar yenə kosinus kvadratı x funksiyasını yenə bir dəfə 0 qoyacaqsınız, bir dəfə də 1 qoyacaqsınız. 0 qoyanda mənfi 3, 1 qoyanda isə mənfi 2, daha doğrusu 1 qoyanda isə 3 alır. Doğru cavab 11-də B variantı olacaq. Növbəti 12-ci suala baxaq. Deyir ki, bu funksiyanın qiymətlər çoxluğunu tapın. Deməli, funksiyanız bu şəkildədir. Y bərabərdir 5 sinus x üzərinə gəlinsin pi bölünsün 4. Bu funksiya verilib. Bizdən bunun qiymətlər çoxluğunu istəyir. Uşaqlar, bu sinusun arqumentinin nə olmasından asılı olmayaraq, sinus ümumiyyətlə buna bir alfa bucağı desək, bu bərabər olur 5 sinus alfaya. Və sinus alfa funksiyasının, sinus x funksiyasının qiymətlər çoxluğu mənfi 1, 1 olduğuna görə bir dəfə sinus alfanın yerinə mənfi 1 qoyacaqsınız, olacaq mənfi 5, bir dəfə də 1 qoyuruq, olur 5. Deməli, mənfi 5, 5 olur cavabımız. 12-də doğru cavab B variantıdır. Eyni ilə 13-cü sualda da 3'ü bir dəfə mənfi 1'ə, bir dəfə də 3'ə vurursunuz, olur mənfi 3, 3 parçası B variantı. 14-cü suala baxaq. Deyir ki, A-nın hansı ən kiçik qiymətində A-nın hansı ən kiçik qiymətində 3 sinus 4x çıxılsın 3 sinus 4x bərabərdir A çıxılsın 8 bərabərliyi doğrudur. Düzdürmü? Bunu istəyir bizdən. Deməli, sual 14. 3 sinus 4x bərabərdir A çıxılsın 8 bərabərliyi doğru olmalıdır. Buradan sinus 4x ifadəsini tapsaq, sinus 4x bərabər olur A çıxılsın 8 bölünsün 3. Düzdürmü? Bunun doğru olması üçün bu A çıxılsın 8 bölünsün 3'ün mənfi 1, 1 parçasında olması lazımdır. Düzdürmü? Mənfi 1, 1 parçasında olması lazımdır. Bizdən A-nın hansı ən kiçik qiyməti dediyinə görə mən A çıxılsın 8 bölünsün 3 ifadəsini buradan 1'ə bərabərləşdirəcəm. A çıxılsın 8 bərabər olur 3'ə. A da bərabər olur nəyə? A da bərabər olur 11'ə. Bir dəfə də A çıxılsın 8 bölünsün 3 ifadəsini mənfi 1'ə bərabərləşdirəcəm. Buradan A çıxılsın 8 bərabər olur mənfi 3'ə. A da bərabər olur 5'ə. A-nın 2 qiymətini tapdıq. Bunlar təbii ki, uc nöqtələrin qiymətləridir. Ən kiçik hansı olacaq? 5 olacaq. 14-cü sualda doğru cavabımız olur E variantı. 15-ci suala baxaq. Deyir ki, bu qiymətlər çoxunu tapın. Yenə uşaqlar deyirəm, sinusun arqumentinin nə olmasına asılı olmayaraq, bu sinus 4'də 3x-ə bir alfa bucağı desəm, buna bir alfa desəm, y bərabərdir sinus alfa funksiyası alınır. Və sinus alfa funksiyasının qiymətlər çoxluğu mənfi 1, 1 aralığıdır. 15'də doğru cavab C variantı olur. 16-cı sualda da həmçinin mənfi 1, 1 olacaq, yəni Y variantı.
Daha sonra növbəti suallara baxaq. 17-yə. Görək 17-ci sualda nədir? 17-ci sualda deyir ki, trigonometrik funksiyalardan hansının qrafiki koordinat başlanğıcından keçir? Ümumiyyətlə, hər hansı bir funksiyanın qrafiki koordinat başlanğıcından keçirsə, onda o tək funksiyadır. Və bu funksiyalar içərisində tək funksiya olan C variantında verilən y bərabərdir sinus x funksiyasıdır. Yəni, koordinat başlanğıcından keçmək nə deməkdir? X-in 0, argumentə 0 verəndə funksiyamızda 0-a bərabər olur. Bu da y bərabərdir sinus x funksiyasıdır. 18-ci suala baxaq. Deyir ki, bu funksiyanın qiymətlər çoxluğunu tapın. Uşaqlar, siz burada sinus x plus pi bölü 4 funksiyasında bunun yerinə bir dəfə mənfi 1, bir dəfə də 1 qoyacaqsınız. Olur, deməli, bir dəfə mənfi 3 olur 1 qoyanda, mənfi 1 də qoyanda müsbət 7 olur. A variantı. 19-cu sualda eyni ilə oxşar sualdır. 20-ci suala baxaq. Bizə deyir ki, 20-ci sualda hansı rübdə sinus x və kosinus x funksiyalarının hər ikisi nədir? Azalandır deyir. Azalandır uşaqlar, burada ikinci rübdə olur. İkinci rübdə hər ikisi azalandır. Bunları müəyyənləşdirmələr çətin deyil əslində. Baxın, bir koordinat sistemi çəksək burada. Koordinat sistemi çəksək. Burada 0 dərəcədə sinus təbii ki 0 alır. Pi bölünsün 2-də sinus 1 alır. Daha sonra pi'də yenə 0 alır. 3 pi bölünsün 2-də, yəni 270-də mənfi 1 alır. İndi baxsaq uşaqlar, sinusun azaldığı rüblər hansılardır? Birinci rübdə artır. İkinci rübdə 1-dən 0-a gəlib azalır. Bir də üçüncü rübdə 0-dan mənfi 1-ə gəlib azalır. Deməli, sinusun azaldığı rüblər 2 üçüncü rüblərdir. Kosinusa da baxsaq, kosinusu indi burada qırmızı rənglə göstərəcəm. Kosinus 0-da 1 alır. Düzdür? Kosinus 0-da 1 alır. Daha sonra pi bölünsün 2-də 0 alır. Mənfi pi'də mənfi 1 alır. 3 pi bölünsün 2-də 270-də 0 alır. İndi baxın, görək bu neçənci rüblərdə azalır? Bu da 1-dən 0-a birinci rübdə azalır. Bir də mənfi 1-dən, daha doğrusu 0-dan mənfi 1-ə ikinci rübdə azalır. İndi ortaq rüb hansı neçənci rüb oldu? Bunlar üçün hər ikisinin azaldığı ikinci rüb. Baxın, bura ikinci rüb. Ona görə cavab D variantı olur. 21-ci sualda hər ikisinin artan olduğu rübü soruşur. Hər ikisinin artdığı rüb görə neçənci rübdür? Baxın, burada deməli 4-cü rüb. Hər ikisinin artan olduğu 4-cü rübdür. Hər ikisi artır. Deməli 21-də də doğru cavab olacaq C variantı 4-cü rüb. 22-ci suala baxaq. Bizə fx funksiyası verilib. Fx funksiyası deyir ki, buradan yazacaq. Sual 22. Fx funksiyası bizə verilib. Sinus x vurulsun kosinus x. Və məndən istəyir ki, fx üstünə gəl f mənfi x-in qiymətini tapın. Uşaqlar, mən fx funksiyasını 2-yə vurub 2-yə bölsəm, olacaq 2 sinus x kosinus x bölünsün 2. Kəsin sürəti bizə sinus 2x-in açılışını verir. Yəni, bizim funksiyamız sinus 2x bölünsün 2 şəklindədir. İndi bizə nə istəyir? Bizdən fx üzərinə gəlinsin f mənfi x istəyir. Sinus x funksiyası tək funksiya olduğuna görə fx bərabər olur f mənfi fx-ə. Elə bir ki, bax bu şəkildə. Mənfi f mənfi x-ə. Tək funksiya olduğuna görə. Ona görə də fx-lə f mənfi x-in cəmi nəyə verəcək bizə? 0 verəcək. Doğru cavab 22-də B variantı olur. Sual 23-ə baxaq. Sual 23-də yenə uşaqlar fx funksiyasını mən yuxarıdakı kimi sinus 2x bölünsün 2 şəklində yazacağım. Sinus 2x bölünsün 2 şəklində. Bizdən istəyir ki, fx bölünsün f mənfi x. Düzdürmü? Dedik ki, deməli fx bərabər olur mənfi f mənfi x-ə. Sürətli yazacağım f mənfi fx bölünsün f mənfi x. Bunlarla nisbəti nəyə bərabər olur? Mənfi 1-ə. 23-cü sualda da doğru cavab olur E variantı. Növbəti 24-cü suala baxaq. Yazıb ki, sinus mənfi alfa bərabərdir mənfi sinus alfaya. Deməli, sual 24-də. Alfa hansı rübə aid ola bilər deyir. Alfa hansı rübə aid ola bilər deyir. Deməli, yazıb ki, modulda sinus mənfi alfa bərabərdir mənfi sinus alfaya. Mənfi sinus alfaya. Burada uşaqlar, alfa hansı rübə aid ola bilər deyir. Deməli, görürük ki, biz moduldan sinus ümumiyyətlə mənfi alfa funksiyası, sinus funksiyası tək funksiya olduğuna görə bunu mən mənfi sinus alfa kimi yaza bilərəm. Bu da modulda necə çıxıb, belə olduğu kimi mənfi sinus alfa şəklində çıxıb, düzdürmü? Bunun moduldan olduğu kimi çıxması üçün bu modul daxili ifadənin müsbət olması lazımdır.
Və müsbət olması üçün də alfa bucağı ya 3-cü rübün bucağı olmalıdır, ya da 4-cü rübün bucağı olmalıdır ki, sinus bilir ki 3-cü, 4-cü rübdə mənfidir. Qabaqdakı mənfi ilə hasilləri müsbət eləsin. Ona görə də alfa burada daxil olur 3-cü və ya 4-cü rübün bucağına. Maraqlı sual idi. Cavab burada A variantı. 25-ə də baxaq. 25-də fikir verin uşaqlar. Modulda kosinus alfa elə bərabər olub kosinus alfaya. Modulda nə zaman biz olduğu kimi çıxarırıq? Modul daxili ifadə müsbət olanda. Və bu kosinus alfanın müsbət olması üçün alfa ya birinci rübün bucağı olmalıdır, ya da dördüncü rübün bucağı olmalıdır. Çünki bilirik ki, kosinus funksiyası birinci, dördüncü rüblərdə müsbətdir. Ona görə 25-ci sualda doğru cavab olur A variantı. Növbəti 26-cı suala baxaq. Bərabərliklərdən hansılar doğru ola bilməzdir? Uşaqlar, burada birinci verilən təbii ki, doğru ola bilər. Kosinus alfanın 2-də 1-ə bərabər olduğu qiymət var. Doğru ola bilməzləri soruşduğuna görə bizdən variantlardan biri olanları çıxarıq. Daha sonra ikinci varianta baxsaq uşaqlar. Kökdə 5 bölünsün 2-ni mən kökdə 4 kimi yaza bilərəm də, düzdürmü? Bunların nisbəti 1-dən böyük olur. Bunların nisbəti 1-dən böyük olur. Və biz də bilirik ki, sinus kosinus funksiyasının qiymətlər çoxluğu mənfi 1-1 aralığındadır. 1-dən böyük ola bilməz. Ona görə 2-ni götürərik. 2 olmayanlarda çıxırıq. Ya C variantıdır, ya da E variantıdır. Daha sonra burada 4-cü varianta baxsaq, daha doğrusu 3-cü varianta əvvəlcə baxaq. 4-cü variant ödəyir də. Baxın, kökdə 5-dən təqribən 2 tam neçəsə çıxır. 2 tam neçəsədən biz 4-ü çıxanda mənfi 1 tam neçəsə eləyir. Bu təqribən mənfi 1 tam neçəsə olur. Mənfi 1-dən kiçik olduğuna görə 4 də ola bilməz. Çünki sinus kosinus funksiyasının qiymətlər çoxluğu mənfi 1-1 aralığında olmalı. Ona görə burada doğru cavab olur E variantı. 27-ci suala baxaq. Deyir ki, sual 27. Alfa bucağı 3-cü rübə aiddirsə, kosinus alfa çıxılsın, modulda kosinus alfa ifadəsinin qiymətini tapır. Uşaqlar, təbii ki, yazacağım ki, kosinus alfa çıxılsın. Əvvəlcə bu modul daxili ifadənin işarəsini müəyyənləşdirməliyik. Alfa 3-cü rübə aiddirsə, 3-cü rübdə kosinus mənfidir. Mənfi olduğuna görə bu moduldan mənfi kosinus alfa şəklində çıxarmalıyıq. Və bu 2 dənə kosinus alfadan da mənfi kosinus alfa çıxanda bu 2 dənə mənfi işarəsi toplama ilə əvəz olunur. Cavab olur 2 dənə kosinus alfa. 27-ci sualda doğru cavabımız olur E variantı. Sual 27, doğru cavab E variantıdır. Növbəti 28-ci suala baxaq. 28-ci sualda da uşaqlar alfa bucağı deyir 4-cü rübün bucağıdırsa bunu sadələşdirin. 4-cü rübdə sinus nə alır? 4-cü rübdə sinus mənfidir. Ona görə biz onun moduldan mənfi sinus alfa şəklində çıxarmalıyıq. Üzərinə də bir dənə sinus alfa gələndə bunların da cəmi nəyə bərabər olur? 0-a. 28-ci sualda da doğru cavab olur C variantı. 29-cu suala baxaq. Deyir ki, funksiyalardan hansının dövrü var? Dövrü var deyirsə, deməli burada E variantda bizə verilən y bərabərdir sinus 3x bölünsün 2 funksiyasıdır. Bu dövrü funksiya olur. Növbəti 30-cu suala baxaq. Deyir ki, bunun qiymətlər çoxluğunu tapın. Deməli, bu funksiyanın nədir? Qiymətlər çoxluğunu tapın. 3 dənə sinus kvadrat x üzərinə gəlinsin 7 dənə kosinus kvadrat x. Gəlin belə uşaqlar, ümumiyyətlə bu tip funksiyaların qiymətlər çoxluğunu tapanda çalışın onları bir funksiyadan asılı şəklə gətirin. Deməli, bizim funksiyamız, fx funksiyamız bu formadadır. 3 dənə sinus kvadrat x üzərinə gəlinsin 7 dənə kosinus kvadrat x. Əsas trigonometrik yenilikdən bilirik ki, sinus kvadrat x üzərinə gəlinsin kosinus kvadrat x bizə 1 verir. Buradan sinus kvadrat x-i tapsaq, sinus kvadrat x bərabər olur 1 minus kosinus kvadrat x-ə. Düzdürmü? Mən bu əvəz etməni yuxarıda fx funksiyasına nəzərə alsam, yəni sinus kvadrat x-in yerinə yazacağam ki, 1 minus kosinus kvadrat x. Üzərinə gəlinsin, 7 dənə də kosinus kvadrat x-imiz var. Düzdürmü? Bunu sadələşdirsək, olur 3 üstünə gəl 4 dənə kosinus kvadrat x. Fikir verin, bizim artıq funksiyamız bir funksiyadan asılı hala düşdü. Ona görə indi burada kosinus kvadrat x-in qiymətlər çoxluğu 0,1 olduğuna görə bunun qiymətlər çoxluğu da, yəni y-də bərabər olacaq. Bir dəfə bunu yenə 0 qoyacam, 3 olur. Bir dəfə də 1 qoyanda 3 üstə gəl 4, 7 olur. Deməli, bizim funksiyamızın qiymətlər çoxluğu 3, 7, B variantı olur. 30-cu sualda doğru cavabımız olur B variantı. Davam edək növbəti 31-ci sualına. 31-ci sualda da yenə uşaqlar oxşar sualdır. Bunu özünüz yazacaqsınız. Biz isə baxaq 32-ci suala. Görək sual 32-də nədir? Qələmin rəngini burada dəyişək. Sual 32.
Yazıb ki, sinus alfa üzərinə gəlinsin kosinus alfa bərabərdir kökdə 2 olarsa alfa bucağı hansı rübdədir deyir. Alfa bucağı hansı rübdədir? Uşaqlar burada bunu necə eləyə bilərik? Bunu gəlin hər tərəfin kvadrata yüksəldək. Görə bizə nəyi verir? Olur 1 üstünə gəl sinus 2x birbaşa yazıram. Bərabərdir olur 2-yə. Buradan sinus 2x bərabər olur 1-ə. Düzdürmü? 1-ə bərabər olur. Alfa yazmalıydım. Mən 2x yazmışam. Sinus 2 alfa. Yəni fərq yoxdur. 1-ə bərabərdirsə, biz bilirik ki, buradan 2x bərabər olacaq. 1-i neçə dərəcədə alır? Pi bölünsün 2-də. X-i də tapsaq, bu da olur neçə? Pi böl 4. Pi böl 4 də neçənci rübün bucağıdır? Birinci rübün bucağıdır. Ona görə 32-ci suala doğru cavab olur C variantı. 33-cü sualda oxşar sualdır. Bunu da bu formada yazacaqsınız. Baxaq sual 34-də. 34-də uşaqlar bizə beta bucağı 4-cü rübün bucağıdır. 4-cü rübdə sinusun və kosinusun işarəsini müəyyənləşdirməliyik. Deməli, ifadəniz bu şəkildədir. Sinus beta üzərinə gəlinsin modulda sinus beta. Daha sonra vurulsun kosinus beta üzərinə gəlinsin modulda kosinus beta. Belə bir ifadədir. İndi buradan uşaqlar beta bucağı 4-cü rübün bucağıdırsa, mötərizə açıram. Sinus beta üstünə gəl. Burada sinus beta, modulda sinus beta. 4-cü rübdə sinus mənfi olduğuna görə bu moduldan çıxılsın sinus beta şəklində çıxacaq. Daha sonra vurulsun. Bu da olacaq kosinus beta. Üzərinə gəlinsin. Kosinus 4-cü rübdə müsbət olduğuna görə olduğu kimi çıxacaq. Kosinus beta şəklində. Bu da bərabərdir. Birinci mötərizənin içərisində 0 verir. 0 vurulsun. İkinci mötərizənin içərisində 2 dənə kosinus beta edir. 0 birinci vuruqlardan birinin əslində 0 olmasını istifadə edib və hasilin 0 olduğunu deyə bilərdik. Cavab olur 0. 34-cü sualda E variantı. 35 də oxşar sualdır. Bunu da bu formada yazacaqsınız. Növbəti 36-cı suala baxaq. 36-cı sualda deyir ki, qiymətlər çoxluğunu tapın. Bunu biraz aşağı sürüşdək. Buradan yazmaq üçün yer açaq. Sual 36. Bizim funksiyamız y bərabərdir kök altında 5 çıxılsın sinus x. Bunun qiymətlər çoxluğunu tapmalıyıq. Bir dəfə uşaqlar sinus x-in yerinə 1 qoyacaqsınız, bir dəfə də mənfi 1 qoyacaqsınız. 1 qoyanda, deməli bunun y, yəni qiymətlər çoxluğu bərabər olur. 1 qoyanda 5 çıx 1, 4 kökdə 4-dən də neçə çıxır? 2. Bir dəfə də mənfi 1 qoyuruq. 5 üstə gəl 1 olur. 6, bu da olur kökdə 6. Deməli bunun qiymətlər çoxluğu 2 kökdə 6. Hansı variantı? A variantı. 36-da doğru cavab A variantı. 37 də oxşar sualdır. Daha sonra 38 suala baxaq. Deyir ki, bu ədədləri müqayisə edin. Uşaqlar burada diqqətli olun. Bizə A ədədi verilib kosinus 4. Bu kosinus 4 dərəcə deyil ha, bu radianlandır. Bu təqribən bunu dərəcəyə çevirsək 57-yə vursaq kosinus 228 dərəcə eləyir. Təqribən. B ədədi isə artıq kosinus 4 dərəcədir. Fikir verin, onun üstünə artıq dərəcə işarəsi qoyulub. C isə 0-dır. İndi bunları müqayisə edək. Əvvəlcə A ilə B-ni müqayisə eləsək. Burada uşaqlar A 228 3-cü rübün bucağı olduğuna görə 3-cü rübdə kosinus mənfidir. Bu deməli 0-dan kiçikdir. B ədədi kosinus 4 dərəcə 1-ci rübün bucağı olduğuna görə bu müsbətdir. C isə 0-dır. Müsbət mənfi 0 arasında hansı münasibət var? Bilirik ki, bütün müsbət ədədlər 0-dan böyükdür və 0 da bütün mənfi ədədlərdən böyükdür. Ona görə B böyük olacaq C-dən, o da böyük olacaq A-dan. C variantı. 38-ci sualda doğru cavabımız olur C variantı. Davam edək növbəti çalışmalarla. Deməli, görək 39 da oxşar sualdır. Biz 40-a baxaq. Sual 40-da yazıb ki, y bərabərdir kosinus x üzərinə gəlinsin sinus x vurulsun kotangens x. Kotangens x yəni fərqli uşaqlar. Bu şəkildə yaza bilərsiniz, bu şəkildə cot x də yaza bilərsiniz. Bunun qiymətlər çoxluğunu istəyir. Bunu biraz sadələşdirsək, kosinus x üzərinə gəlinsin sinus x vurulsun. Kotangens x bilirik ki, kosinus x bölünsün sinus x-dir. Yazsaq bunun yerinə. Bu bərabər olacaq kosinus x üstünə gəlinsin. Buradan sinus x-ləri qısar gedir, üstünə gəl kosinus x edir. 2 dənə kosinus x funksiyasının cəmi bizə 2 dənə kosinus x verir. Amma uşaqlar, çox uşaq burada elə 2 kosinus x tapan kimi, aparıb bir dəfə kosinus x-in yerinə mənfi 1 qoyur, bir dəfə də 1 qoyur, cavabıdır mənfi 2 E variantı və səhv tapmış olur. Diqqətli olun uşaqlar. Ümumiyyətlə kotangens, tangens görəndə qiymətlər çoxluğunu tapanda tələsməyin. Çünki burada fikir verin, məxrəcdə sinus x var. Kotangesdə bilirik ki, kosinus bölü sinusdur, məxrəcdə sinus var. Kosinusun yerinə mənfi 1 qoyuruqsa, deməli biz sinusun 0-a bərabər olmağını gözə alırıq. Və yaxud da 1-i də eyni ilə. Kosinusun yerinə 1 qoyuruqsa, deməli biz sinusun 0-a bərabər olmağını da gözə alırıq.
Axı məxrəc 0 ola bilməz. Ona görə də burada cosinus x-lə cosinus x-in yenə -1 qoyursunuz, amma sərhədləri yəni buna daxil eləmirsiniz. Yəni nə -2-ni ala bilər, nə də -2-ni ala bilər. Ona görə də çox maraqlı sualdır. 40-cı sualda doğru cavab D variantı. Eyni ilə 41-də də diqqətli olarsınız. Burada da cavab B variantı olacaq. 41-də doğru cavab B variantı. 42-ci suala baxaq. Deməli 42-ci sualda nə deyir? Deyir ki, y bərabərdir 5 kosinus 3x üzərinə gəlinsin 12 sinus 3x funksiyasının qiymətləri çoxunu tapın. Ümumiyyətlə uşaqlar yadınızda saxlayın ki, y bərabərdir a kosinus x üzərinə gəlinsin b sinus x şəklində olan funksiyaların qiymətlər çoxunu tapanda, yəni bunların y-i bərabər olur kök altında mənfi a kvadrat üzərinə gəl b kvadratından müsbət kök altında a kvadrat üzərinə gəl b kvadratına. Əslində bunun hardan gəldiyini isbatı da var, amma siz bunu bu şəkildə yadınızda saxlayın. İndi burada da bunun y-i, yəni arqumentlər eyni olanda bərabər olacaq mənfi kök altında 5-in kvadratı üzərinə gəl 12-nin kvadratından müsbət kök altında 5-in kvadratı üzərinə gəlinsin 12-nin kvadratına kimi. Hər ikisi daxildir. Bu da bərabər olur 169-dan kök 13 çıxır. Mənfi 13-dən müsbət 13-ə kimi. Doğru cavab hansı variantdır? 42-yə baxırdıq da. Hə. Mənfi 13, 13 E variantı. 42-də. 43 də oxşar sualdır. Baxaq 44-də. Müqayisə edin. Uşaqlar, əvvəlcə gəlin yazaq bunları. Sual 44. A-mız bərabərdir deyir sinus 1 dərəcəyə. Sinus 1 dərəcəyə. B-miz bərabərdir sinus 2 dərəcəyə. C-miz də bərabərdir kosinus 87 dərəcəyə. Bilirik ki, sinus və kosinus funksiyaları bir-birini 90-a tamamlayan bucaqlar olduğuna görə kosinus 87-nin yerinə sinus 3 yaza bilərəm. Və sinus birinci rübdə artan olduğuna görə hansının dərəcəsi böyüksə o daha böyük olacaq. C böyükdür B-dən, o da böyükdür A-dan olacaq. Hansı variant? D variantı. 44-də doğru cavab olur D variantı. 45-də eyni ilə oxşar sualdır. Bunu da yazacaqsınız. Baxaq 46-ya. Uşaqlar 46-da deyir ki, qiymətlər çoxunu tapın. Bir dəfə sinus modulda sinus x-in yenə 0, bir dəfə də 1 qoyacaqsınız. 0 qoyanda 8 bölü 1 8 elir, 1 də qoyanda 8 bölü 2 4 elir. Deməli 4-8 olur cavabımız. 46-da doğru cavab C variantı. 47-də eyni ilə oxşar sualdır. 48-ə baxaq. Müqayisə elindir. Müqayisə elindir. Deməli burada necə müqayisə eləyərik? 3-də 1, 5-də 1, 2-də 1-i müqayisə eləsək, 3-də 1, 5-də 1, 2-də 1-i müqayisə eləsək, iti bucaqlardır deyir. Deməli birinci rübün bucaqlardır hər üçü. 3-də 1, 5-də 1, 2-də 1 arasında hansı münasibət var? Deməli 2-də 1 böyükdür 3-də 1-dən, o da böyükdür 5-də 1-dən. Onda dərəcələr də eyni ilə bu formada olacaq. Yəni qamma bucağı böyük olur alfadan, o da böyük olur betadan. Qamma böyükdür alfa, o da böyükdür betadan. Hansı variantdır? Bircə dəqiqə, burada mən düz müqayisə eləmədim bunları. 2-də 1 sürətləri bərabər olanda məxrəci kiçik olan böyük olur, düzdür? 2-də 1 böyükdür 3-də 1-dən, o da böyükdür nədən? 5-də 1-dən. Alfa, beta, qamma iti bucaqlarını deyir ki, müqayisə edin. Yəni hansı böyükdür, daha böyükdür. Təbii ki, uşaqlar iti bucaqlardırsa, onda bunlar birinci rübün bucağı. Birinci rübdə uşaqlar mən qarışdırdım sinusdan. Birinci rübdə kosinus azalır. Bayaq göstərmişdim əslində, özüm göstərmişdim, amma burada səhv yazdım. 2-də 1, 3-də 1, 5-də 1-dən böyükdürsə, onda bucaqlar arasında bunların tərsi olacaq. Yəni ən böyük olacaq hansı? 5-də 1-ə bərabər olan beta, daha sonra böyük olacaq 3-də 1-ə bərabər olan alfa, sonra da böyük olacaq, kiçik olacaq qamma. Deməli beta ən böyük, sonra alfa, sonra qamma hansıdır? D variantı. Beta ən böyük, sonra alfa, sonra qamma. Cavab D variantıdır. Davam edək növbəti 49-cu sualına. İfadəsini deyir sadələşdirin. İfadəsini sadələşdirməliyik. Deməli uşaqlar, əvvəlcə modul daxili ifadələrin işarələrini müəyyənləşdirməliyik, daha sonra sadələşdirməliyik. Sual 49. Bizə belə bir ifadə verilib. 1 plus modulda kosinus alfa üzərinə gəlinsin 1 minus kosinus alfa. Bunu sadələşdirməliyik. Bərabər qoyuram. Kosinus alfanın qiymətlər çoxluğu mənfi 1 olduğuna görə bu birinci modul daxili ifadə müsbət eləyir. Müsbət eləyir. Ona görə bunun modulların olduğu kimi 1 plus kosinus alfa şəklində çıxaracağım. Bunu mötərizəyə almağı yaddan çıxarmayın. İkinci isə deməli mənfi olur. Mənfi 1 aralığında olduğuna görə mənfi 1 aralığında. Bircə dəqiqə. Bu da müsbət eləyir daha doğrusu. Bu da müsbət eləyir, hə? Bu da müsbət olur.
Bəli, bunu da olduğu kimi çıxarmalıyam. Olacaq 1 çıxılsın kosinus alfa. Mötərizələri açanda kosinus alfalar islah olunur. 1 üstəgəl 1 cavab olur 2. 49-da doğru cavab D variantıdır. Daha sonra baxaq növbəti 50-ci suala. Deyir ki, y bərabərdir kosinus kvadratı x çıxılsın kosinus x funksiyasının qiymətlər çoxluğunu tapın. Bunun qiymətlər çoxluğunu tapmalıyıq. Uşaqlar, deməli nə edir? Mən bunu belə yaza bilərəm. Kosinus x çıxılsın 2-də 1-in mötərizə kvadratı çıxılsın 4-də 1. Bu şəkildə yaza bilərəm. İndi bir dəfə burada kosinus x-in yerinə mənfi 1 qoyaram. Bir dəfə də 1 qoyaram. 1 qoyanda 1 çıxılsın 2-də 1. 2-də 1 eləyir. 2-də 1-in də kvadrat 4-də 1. 4-də 1-in 4-də 1 çıxanda 0 eləyir. Düzdür? Bircə dəqiqə uşaqlar. Burada görə bunu bu şəkildə yaza bilərik biz. Kosinus kvadratı x çıxılsın kosinus x funksiyasının ki, qiymətlər çoxluğunu tapın. Kosinus x-ə t desək, görə elə alınacaq. Belə mənfi 1, 1 verdik. 2-də 1, 4-də 1, 0 elədi. Mənfi 1 verəndə mənfi 2-də 3, 4-də 9, 4-də 8 eləyir. 2 eləyir. Mənfi 1 veririk. Gəlin belə eləyək uşaqlar bunu. Bunu bircə dəqiqə. Uşaqlar, baxın, bunu bu şəkildə yazmışıq, düz yazmışıq. İndi biz bilirik ki, bu şəkildə olan funksiyaların ən kiçik qiyməti nəyə bərabər olur? Bax buna. Mənfi 4-də 1-ə. Deməli, bizim bu y-i yazanda, bizim y-imiz bərabər olacaq. Ən kiçik qiymət mənfi 4-də 1 olur. Ən böyük qiymətdə tapmaq üçün burada kosinus x-in yerinə mənfi 1 qoyacağım. Mənfi 1 qoyanda olur nə? Mənfi 1 çıxılsın 2-də, mənfi 2-də 3, 4-də 9, 4-də 9-dan da 4-də 1 çıxılsın 4-də 8. Deməli, bizim qiymətlər çoxluğumuz olur. Mənfi 4-də 1-dən 4-də 8-ə. Mənfi 4-də 1, yəni 2. A variantı. 51-ci suala baxaq. Deyir ki, bunun əsas dövrünü tapın. Sual 51. Deməli, bizə belə bir fx funksiyası verilir. Yazıb ki, sinus kvadratı 3x, kosinus 3x üzərinə gəlinsin kosinus kubu 3x, sinus 3x. Bax, belə bir funksiyadır. Burada da kubdur. Burada da kubdur. Uşaqlar, bu görək bizə nəyi verir? Sinus kubu 3x, kosinus kubu 3x üstünə gəl kosinus kubu 3x, sinus 3x funksiyasının əsas dövrünü, yəni t-si periyodunu tapmalıyıq. Deməli, uşaqlar, burada mən bunu bu formada yaza bilərəm. Baxın, bircə dəqiqə bura. Sinus kubu 3x-i yaza bilərəm. Sinus kvadratı 3x vurulsun sinus 3x. Bir yanda vurulsun kosinus 3x-imiz var. Düzdürmü? Daha sonra üstünə gəl. Bu kosinus kubu 3x-i də yazaram. Kosinus kvadratı 3x vurulsun bir dənə də kosinus 3x. Bir dənə də vurulsun sinus 3x. Bu şəkildə yaza bilərik. Burada ortaq vuruq yaranır. Fikir verin. Sinus 3x, kosinus 3x, kosinus 3x, sinus 3x. Bunu ortaq vuruq kimi mötərizənin qarşısına çıxaranda sinus 3x, kosinus 3x vurulsun mötərizənin daxilində qalır sinus kvadratı 3x üzərinə gəlinsin kosinus kvadratı 3x. Bu da bərabər olur sinus 3x vurulsun kosinus 3x. Mötərizənin içərisi bizə əsas trigonometrik yenilikdən 1-i verir. Vurulsun 1. Deməli, ifadəmiz sinus 3x vurulsun kosinus 3x şəklindədir. Bunu da 2-yə vurub 2-yə bölsəm, olur sinus 6x bölünsün 2. İndi bunun əsas dövrünü taparam mən. Bu 2-də 1 sinus 6x deməkdir, düzdürmü? Bunun əsas dövrünü tapmaq üçün nə edəcəm? T'si bərabər olacaq. Sinusun qüvvəti təkdir deyənə 2pi bölünsün modulda k olacaq. Bu da bərabər olacaq 2pi bölünsün k-mız da 6'dır. 2pi bölünsün 6. Doğru cavab. Bunu da 2 xəsar aparsaq pi bölünsün 3. 51'də doğru cavab D variantı. Pi bölünsün 3. Doğrudur. Sual 52'ə baxaq. Ala biləcəyi natural qiymətlərin cəmi təbi. Uşaqlar, bayaq əslində bunu dedim. Deməli, bu hansı aralıqda olacaq? Mənfi, deməli, bunların kvadratların kök altında. Yəni, mənfi kök altında 13-dən müsbət kök altında 13-ə kimi. Natural qiymətlərin dediyinə görə hansı qiymətləri ala bilər? 1, 2, 3, 4'ü ala bilmir. Bizdən bunların cəmini istəyir. Cavab olur nə? 6. 52-ci sualda doğru cavab E variantı olur. Növbəti 53-cü suala baxaq. Bərabərliklərdən hansıları doğru ola bilməz deyir. Hansıları doğru ola bilməz. Uşaqlar, gəlin bizə hansı rahatsa birinci onları yazaq.
Məsələn, burada 3-cü varianta baxın. 4-cü dərəcədən kök alta 82-dən təqribən 3 tam neçəsə çıxır. 3 tam neçəsədən 4-ü çıxanda təqribən bərabər olur mənfi 0 tam neçəsə. Bu ala bilir də, düzdür? Bu ala bilir. Bizdən ala bilməyənləri istəyir. Ona görə variantları 3 olanları çıxacaq. 3 dənə variantımız getdi. Sonra başqa hansı varianta baxaq. 4 onsuz ikisində də var. 4-ə baxmağa ehtiyac yoxdur. 5-ə baxaq. 5-də uşaqlar burada 0,6 nəyə bərabər olur? Kosinus alfa vurulsun sinus alfaya bərabər olmur. Bunun hər tərəfini 2-yə vursan, sinus 2 alfa bərabər olur 1,2. Belə bir şey ola bilər, yəni sinus 2 alfanın qiymətləri çoxluğu 1-dən böyük ola bilər, xeyr. Ona görə bu da ala bilməz. 5-i də götürəriksə, onda doğru cavabımız olacaq D variantı 53-də. Növbəti 54-cü suala baxaq. Ən böyük ədəd tapın deyir. Bunun qiymətlər çoxluğuna daxil olan ən böyük ədəd 13 olan uşaqlar. Bayaqki düsturdan kök altında mənfi kök altda bunların kvadratları cəmi, bunların deyəndə ki, bu 5-dən 12-nin. Bir də müsbət kök altda bunların kvadratları cəmi o aralıqda olur. Ən böyük qiyməti də 13 olur. Növbəti 55-ci suala baxaq. Deyir ki, A parametrinin, buradan yeni səhifə açaq. Deyir ki, A parametrinin hansı neçə tam qiymətində bu bərabərlik doğru olar. Gəlin bərabərliyin solunu kvadrata yüksəldək. Olur 1 üstəgəl 2A, üstəgəl A kvadratı bərabərdir 1 üstünə gəl A sinus x olur. Bərabərliyin hər iki tərəfindən birləri seçsəm, solda A-nın mötərizə xaricə çıxarsan, A vurulsun 2 plus A bərabər olur A sinus x-ə. Hər tərəfini A-ya bölsəm, 2 üzərinə gəlinsin A bərabər olur sinus x-ə. Düzdürmü? A parametri neçə tam qiymətlidir? Deməli, burada A, görək neçə tam qiyməti ala bilər burada. Sinus x-in qiymətlər çoxluğu nədir? Mənfi 1, 1. Mənfi 1-ə bərabər olması üçün A olmalıdır mənfi 3-dən, 1-ə bərabər olması üçün isə mənfi 1-ə. Bu aralıqda neçədən tam qiymət ala bilər? Mənfi 3, mənfi 2, mənfi 1. Düzdür? Mənfi 3, mənfi 2, mənfi 1. Düz yazdıq. A parametrindir neçə tam qiymətlə bu bərabərlik ödənir. 1 üstəgəl 2A, üstəgəl A kvadrat. 1 üstəgəl 2A, üstəgəl 2A, daha doğrusu A kvadrat bərabərdir 1 üstəgəl A sinus x. Bir də uşaqlar, bir də mən burada bərabərliyin hər iki tərəfini A-ya bölürəmsə, bu A-nın 0-a bərabər olmasına nəzərə almalıyam. Ona görə A-nın 0-a bərabər olduğu qiymətə götürməliyik. A 0-a bərabər olanda da ödəyir də. Ona görə neçə dənə qiymət olur? 4 dənə qiymət olur. 4 dənə. Növbəti 56-cı suala baxaq. Sadələşdirin deyir. Sadələşdirin deyir. Modulda kosinus alfa çıxılsın 5. Təbii ki, bu nəyə bərabər olur? Birinci modul daxili ifadənin işarəsini tapsaq, mənfi edir. Ona görə mən onun moduldan 5 çıxılsın kosinus alfa əks işarə ilə çıxarıram. İkinci modul daxili isə müsbət eləyir deyənə olduğu kimi üstəgəl 3 çıxılsın sinus alfa bərabər olur 7-yə. Buradan kosinus alfa üzərinə gəlinsin sinus alfa bərabər olur 1-ə. Bizdən elə bunu istəyir də. 56-da doğru cavab 1 olur. 1. Növbəti 57-ci suala baxaq. Deyir ki, bunun əsas dövrü A parametri neçə tam qiymətində bu funksiyanın əsas dövrü pi böl 5 olar. Uşaqlar, burada sinusun qüvvəti tək olduğuna görə T'miz necə tapılacaq? 2 pi bölünsün modulda K. Və bunun bizə pi bölünsün 5-ə bərabər olmasını istəyir. Pi'lər gedir, onda modulda K'nın 10-a bərabər olması lazımdır. K'mızın yerinə duran ifadə nədir? A kvadrat çıxılsın 15. Ona görə A kvadrat çıxılsın 15-i bir dəfə 10-a bərabərləşdiririk. Buradan A-nın 2 dənə qiyməti çıxır. Müsbət mənfi 5. Düzdür? Bir dəfə də A kvadratı çıxılsın 15-i mənfi 10-a bərabərləşdiririk. Buradan A kvadratı bərabər olur 5-ə. 2 dənə də kök buradan çıxır. Müsbət mənfi kökdə 5. Deməli, neçə dənə tam qiymət, neçə dənə qiymət oldu? 4 dənə. Tam qiymət desəydik 2 olardı. 57, 58 oxşar sualdır. Baxaq növbəti 59-cu suala. Uyğunluğu müəyyən edin. Əsas dövrləri ilə bağlıdır. Əvvəlcə birinci funksiyanın əsas dövrünü tapsam, olacaq nə? 2 pi bölünsün 3. Bax, birincinin əsas dövrü 2 pi bölünsün 3. Hansı variantdır? 1-ə uyğun olur E. Bax, 1-ə yazdım E. İkincisinə baxsaq, sinus kvadrat x olduğuna görə bunun əsas dövrü olacaq pi. Sadəcə pi. Hansı variantdır? A variantı. 59-a 2 uyğundur A variantı. 3-də də yenə kvadrat olduğuna görə pi bölü 3 olacaq. Hansı variant? B variantı. 1-ə E, 2A, 3-ə də B variantı uyğun olur. 60 oxşar sualdır. 61-ə baxaq. Qiymətlər çoxluğu bir də ilə bağlı sualdır. Baxın, birincinin qiymətlər çoxluğunu tapmaq üçün, yəni Y, Y-i bir dəfə mənfi 1 qoyuruq, bir dəfə 1 qoyuruq, olur mənfi 2, 2. C variantı. 1-ə uyğundur.
61-də 1-ə uyğundur C variantı. 1-ə yazdım C. İkincisinin y-i olacaq. 0-1 qoyuruq. Deməli 0-3. B variantı. Daha sonra üçüncü isə 0-1 olur. Daha doğrusu 0-1, bəli, ən böyük qiyməti neçə olur? 1. Buna uyğundur A variantı. C, B, A. 61 də bu şəkildə. 62 də oxşar sualdır. 62 özünüz baxarsınız. 63-ə baxaq. Əsas dövrü pi-dir. Əsas dövrü pi olan hansıdır? Kotangens funksiyası. A variantı buna uyğundur. İkinci rübdə müsbətdir. İkinci rübdə müsbət olan hansıdır? Sinus x funksiyası. B variantı. Üçüncü rübdə artandır. Üçüncü rübdə artan olan hansıdır? Deməli, üçüncü rübdə artan olan kosinus funksiyasıdır. C variantı. Birinci rübdə artandır. Birinci rübdə artan olan hansıdır? Sinus funksiyası. 1-ə uyğundur BD, 2-yə C, 3-ə də A. Üçüncü rübdə müsbətdir. Üçüncü rübdə müsbət olan da kotangensdir. Çünki sinusla kosinus hər ikisi üçüncü rübdən mənfidir. Onların nisbəti müsbət edir. 1-ə BD, 2-yə C-yə, 2-yə C, 3-ə də A ilə E uyğun olur. Davam edək növbəti suallar. 64 oxşar sualdır. 65-ə baxaq. İnşallah birinci funksiyanı 2-yə vurub 2-yə bölsək, bu olur sinus 6x bölünsün 2 şəklində. Sinus 6x bölünsün 2 şəklində. Qiymətlər çoxluğu, bir dəfə mənfi 1 qoyuruq, bir dəfə 1 qoyuruq, mənfi 0,5-dən müsbət 0,5 olur. Ona görə 1-ə uyğun olur E variantı. 1-ə uyğun olur E variantı. İkincisi uşaqlar, bu kosinus 4x-in açılışıdır. Kosinus 4x. Bir dəfə mənfi 1, 1-dir bunun qiymətlər çoxluğu. 2-ə uyğundur D. 2-ə uyğundur D. 3-ə də bunun qiymətlər çoxluğu necə tapılır? Kök altında bunların, elə bir ki bu 1-dir, kvadratları cəmi, bir dəfə də bu. Olur nə? Mənfi 2-dən 2-yə. B də buna uyğun olur. 1-ə C, 2-ə D, 3-ə də B variantı uyğun olur. 66 da oxşar sualdır. Oxşarlara baxmırıq. 67-yə baxaq. Uyğunluğu müəyyən edin. Sinus alfa deyir ki 5-də 4-dür. Onda kosinus alfa neçə olmalıdır? 5-də 3 olmalıdır. Yəni plus minus 5-də 3, 0,6. Plus minus 0,6. 1-ə uyğundur C. 1-ə uyğundur C. 2-yə baxaq. Sinus alfa 5-də 3 isə, deməli kosinus alfa plus minus 5-də 4, yəni 0,8-dir. E variantı. C ilə yeni yazmışıq. Daha sonra buradan daha sonra nə edə bilərik? Daha sonra nə edə bilərik? Üçüncüyə baxaq. Kökdə 2 bölünsün 2. Kökdə 2 bölünsün 2-də nə vaxt alır? 45-də alır. Deməli alfa 45-dir. 2 alfa deməli 90 ola bilər. 3-ə də A uyğundur. 1-ə C, 2-ə Y, 3-ə A uyğundur. Bir də alfa ilə qonşu bucaq alfadan 3 dəfə böyük ola bilər. Bəli, alfa 45 olsa onun qonşusu 135 edir, 3 dəfə də böyük olur. B. 1-ə C, 2-ə Y, 3-ə də A, B uyğun olur. Ətraflı yazılı cavab tələb olunan tapşırıqlara baxaq. Görək burada nə istəyir. 68-ə baxaq. Yəni yeni səhifə açaq buradan. Sual 68. 0-2 pi aralığında y bərabərdir 1 düz xəttinin fx sinus x funksiyasının qrafiki ilə kəsişmə nöqtəsi A-dır. Kosinus x funksiyasının qrafiki ilə kəsişmə nöqtəsi B olarsa, A və B nöqtələr arasındakı məsafəni tapır. Görək uşaqlar, sinus x nə zaman 1-ə bərabər olur? Sinus x 1-ə bərabər olur. Nə zaman? Pi bölünsün 2-də. Düzdürmü? Pi bölünsün 2-də. Bəs kosinus x funksiyası 1-ə nə zaman bərabər olur? 1-ə nə zaman bərabər olur? Bu x bərabər olur nə zaman? Kosinus x 1-ə nə zaman bərabər olur? Deməli, gəlin uşaqlar belə eləyək. Bir dənə koordinat sistemi çəkək. Y bərabərdir 1. Y bərabərdir 1 düz xətti bilirik ki, y-in bir nöqtəsindən keçib o x oxuna paralel bir düz xətti bu şəkildə. Sinus x funksiyasının qrafikini çəksək, belə keçir də, koordinat başlanğıcından keçir. Gəlir pi bölünsün 2 yazsam bura, pi bölünsün 2. Bura pi yazsam, bura 3 pi bölünsün 2 yazsam, burada 2 pi yazsam. Pi bölünsün 2-də 1 alır. Sonra gəlir pi-də 0 alır. 3 pi bölünsün 2-də mənfi 1 alır. Qalxır yuxarı 2 pi-də də 0 alır. Bunu sola da davam eləsək, gələcək mənfi pi bölünsün 2-də. Və bunu da bu şəkildə y bərabərdir mənfi 1-i də burada qeyd eləyək də. Bu da bu şəkildə gələcək. Mənfi pi bölünsün 2. Daha sonra bura mənfi pi. Bura mənfi 3 pi bölünsün 2. Burada mənfi 2 pi. Düzdürmü? İndi bunları qeyd eləsək, gələcək mənfi pi bölünsün 2-də 0. Düzdürmü? Mənfi 1 daha doğrusu. Qalxacaq mənfi pi-də 0.
Mənfi 3 pi bölünsün 2-də 1 alır. Gedəcək belə yuxarı. Sonra gələcək 2, mənfi 2 bir də 0 alır. Və bu şəkildə. Bu bizim sinus x funksiyasının qrafikidir. İndi deyir ki 0-2 pi aralığında 0-2 pi aralığında bu sinus x funksiyasının qələmin rəngini dəyişək. Sinus x funksiyasının bu 1 ilə kəsişmə nöqtəsini A ilə işarə edir. Bax, yəni müsbət aralığa baxmalıyıq. Bax, bura A nöqtəsidir deməli bizim A nöqtəmizdir. Kosinus x isə çəksək. Kosinus x belə başlayır. Bax, belə gedir. Bax, bu şəkildə gəlir. Sonra aşağı, bax, belə. İndi burada görə 1 ilə nə zaman kəsişir? Bu isə 1 ilə kəsişir 2 pi-də. Düzdür? 2 pi-də. Bir dənə tələsmə uşaqlar. Bəli, 2 pi-də kəsişir. Bax, burada deyək bir B nöqtəsi. Bizdən bax, bu A ilə B arasındakı məsafəni istəyir. Baxın, A-nın B-nin koordinatlarına baxın. A-nın koordinatı pi bölünsün 2-dir. B-nin koordinatı isə 2 pi-dir. Bizdən AB məsafəsini istədiyinə görə AB məsafəsi bərabər olacaq 2 pi çıxılsın pi bölünsün 2. Bu da bərabər olur 3 pi bölək 2-yə. Necə maraqlı sualdır. 3 pi bölünsün 2-dir cavab. Bizim 68-ci sualımız. Daha sonra 69-cu sual oxşar sualdır. Bunu özünüz yazacaqsınız. 70-ə baxaq. Maraqlı suallardır bunlar. Sual 70. Və 70-də nə deyir? Deyir ki, fx funksiyası sinus x. Fx funksiyası bizə sinus x funksiyası olduğu verilib. Mənfi pi2 pi aralığındakı ən böyük qiymətini A nöqtəsində, ən kiçik qiymətini isə B və C nöqtələrində alır. Bayaq çəkmiş olar. Baxın, qrafikə fikir verin. Mənfi pi, mənfi 2 pi aralığında. Baxın, bu yuxarıdakı şəkilə baxın elə. Mənfi pi, mənfi 2 pi aralığında. Ən böyük qiyməti bax burada. A-dır. A-dır, bax buradır. Buradır A-dır. Ən kiçik qiymətlərini isə B, C, yəni sıfırları isə burada alır. Düzdür? Bax bura. Bunlar da B, C'dir. Bizdən indi nə istəyir? S, A, B, C-ni. S, A, B, C-ni tapmaq üçün təbii ki, oturacağı nə qədər edir bunu? Görək düz alınacaq. Oturacağı mənfi pi-dən çıxırsan pi, düzdür? Daha doğrusu mənfi 3 pi, bircə dəqiqə, uşaqlar, bircə dəqiqə bir dənə tələsməyək. Baxın, mənfi pi, mənfi 2 pi aralığında ən böyük qiymətini A nöqtəsində alır. Ən böyük qiymətini təbii ki, mənfi 3 pi bölünsün 2-də alır, 1 alır. Bura A yazdım. Ən kiçik qiymətini isə B və C-də alır. Ən kiçik qiymətləri mənfi 1, 1-dir də. Mənfi 1-i nə zaman alır? Mənfi 2 pi-də yox. Bu aralıqda ən kiçik qiyməti nə zaman alır uşaqlar? Mənfi 1-i nə zaman alır? Mənfi pi 2 pi aralığında deyir. Sual neçəyə baxırıq biz? Mənfi pi 2 pi aralığı deyir uşaqlar. Mən aralığa səhv baxmışam. Mənfi pi-dən 2 pi edir. Gəlin aşağıdan mən qrafik gözümüz çəkək bir də. Bu qarışıqlıq olmasın. Qələmin rəngini buradan dəyişək. Bir dənə koordinat sistemi çəkək. Yəni niyə səhv eləyək ki? Bu bizim koordinat sistemimiz. Bu y oxu, bu da bizim x oxumuz. Sinus x funksiyası. Bax bu y bərabərdir 1 düz xəttdir. Bu da y bərabərdir mənfi 1 düz xəttdir. Bax mənfi 1. İndi çəkərik. 0-da 0 alır. Bax buradan getdi. Buraya yazıram pi bölünsün 2. Buraya yazıram pi. Buraya yazıram 3 pi bölünsün 2. Burada yazıram 2 pi. Buraya yazıram mənfi pi bölünsün 2. Burada yazıram mənfi pi. Biz hələ ki buradan lazım. Getdi mənfi pi bölünsün 2-də 0. Gəldi pi-də 0. 3 pi bölünsün 2-də mənfi 1. Qalxdı 2 pi-də 0. Belə. Mənfi pi bölünsün 2-də. Gəldi düşdü mənfi 1-ə. Qalxdı yuxarı mənfi pi-də də aldı 0. Və belə bir qrafikdir. İndi görək ən böyük qiymətini harada? Bax, ən böyük qiyməti burada alır. Burada deyir ki A-dir. Burada dedim A. Ən kiçik qiymətlər isə bax, bura ilə buradır. Burada deyir ki B ilə C yaz. Yəni bunlar düz gedir. Burada mənfi pi bölünsün 2-dir. Burada 3 pi bölünsün 2-dir. Bizdən bu fiqurun sahəsini istəyir. Baxın, indi qələmin rəngini dəyişib sizə göstərəcəm. Bizdən baxın bu 3 bucağın sahəsini istəyir. Bax. A, B, C. Bu 3 bucağın sahəsini tapmalıyıq. Bu 3 bucağın sahəsi. Yazıram S, A, B, C. Bunu oturacağını tapsam 3 pi bölünsün 2-dən təbii ki mənfi pi bölünsün 2-ni çıxacaq. Burada toplanır. Olur 2 pi. Vurmalıyam bunu. Nəyə? Hündürlüyə 2 pi eləyir də 3 pi bölünsün 2-dən 3 pi bölünsün 2-dən mənfi pi bölünsün 2-ni çıxanda toplayırıq olur 2 pi. Vurmalıyam bunu hündürlüyünə 2-yə.
Bölməliyəm 2-yə. Bu da olur nə 2pi. Deməli o ABC üsbucağının sahəsi 2piyə bərabərdir. Sual 70 də bu şəkildə. 71 də oxşardır. 72-yə baxaq. Sual 72 üçün də yeni səhifə açaq burada. Sual 72. İnşallah yenə bir koordinat sistemi çəkərik. Bu bizim y oxumuz, bu da bizim x oxumuz. Deyir ki 0-pi aralığında bu funksiyaların qrafiklərinin kəsişmə nöqtəsindən o x oxuna qədər olan məsafəniz. Uşaqlar təbii ki, yəni bu rahatdır. Birinci rübdə sinusla kosinus nə zaman kəsişir? Pi böl 4-də. Pi böl 4-də sinus x bərabər olmalıdır, yəni kosinus x-ə. Buradan da x bərabər olur birinci rübdə pi böl 4. Bax yenə deyirəm uşaqlar. X birinci rübün bucağı olduğuna görə, 0 pi bölü 2 aralığında olduğuna görə. İndi bizdən o pi böl 4-də hər ikisini neçə alır? Baxın, pi böl 4-dakı buradırsa, pi böl 2-nin yarısı, pi böl 4 buradırsa, bu alır kökdə 2 böl 2. Və bura kökdə 2 böl 2-dir. Bizdən bax bu nöqtədən o x oxuna qədər olan məsafəni seçir. O x oxuna qədər olan məsafə buradır. Nə qədər eləyir? Kökdə 2 böl 2 eləmir elə. Cavab kökdə 2 böl 2-dir. 73-cü sualda da oxşar sualdır. Buna da özünüz baxarsınız. Belə uşaqlar, bugünkü dərsimiz bu qədərdir. Gələn dərslərdə görüşənədək hələlik sağ olun.